En qədim, ən böyük məhəlləsidir. Məhəllə adlanır Yuxarıbaş. Ona görə Yuxarıbaş adı qoyurlar ki, şəhərin lap yuxarısında yerləşir. Burada da hər məhəllənin, hər döngənin öz adı var. Qədimdən qalma adları var. Lap qədimlərdə bura Nuxa adlı bir yaşayış yeri olub. Yəni Çiş kəndi olan kimi Nuxa adlı bir kənd olub, yəqin ki, çox qədim olub da, bu qədim zamanlarda. Onda Şəki aşağılarda olub. Şəkini sel aparandan sonra indiki Xan Sarayı ərazisinə köçüb, olub Nuxuya yaxın. Nuxuya yaxın olanda Çar hökuməti də gəlib Rusiya. Gələndən sonra şəhərin adını dəyişib Nuxa ediblər. Şəki adını xanlıq adıdır deyə istəmirdilər. Xanlıq adı yaşasın. Dəyişib Nuxa ediblər. 1968-ci ilə qədər Nuxa olub. Mən balaca uşaq olanda bunlar boyda. Bakıya gedirdik, Yevlağa, Gəncəyə gedəndə deyilən Nuxadan qonaqlarımız gəlir. 68-ci ildə Bəxtiyar müəllim şəhərin qədim adını qaytarıb. Tarixçi alimimiz var idi, Mahmud İsmail. O ilə bir yerdə. Bu bayrağı bizim muzeyə ötən il hədiyyə edib bir oğlan. Adı da burada var. Bakı Dövlət Universitetinin Hüquq Fakültəsinin doktorantı. Bu bayraqda bir türk dostumuz adı da var, təbriki də muzeyimizə 100 illiyə görə hədiyyə edib, doktorantlıq maaşını alıb, öz maaşı ilə. Bu da Mehriban xanımın hədiyyəsidir. Prezidentimiz Bəxtiyar müəllimin 90 illiyinə sərəncam vermişdi. Mehriban xanım da bu gözəl kitabı hazırlayıb. Bəxtiyar müəllim haqqında məlumat var, İngilis dilində də şeirlər. Bunlar universitetdən olan hədiyyələrdir. Və 11-ci səhifəsində Bəxtiyar müəllimin şeirindən bir bənd var. Bir gün müəlliməm, bir gün şairəm, daim bir məcazda ola bilmirəm. Mənim də qismətim beləymiş demə, naşükür deyiləm öz qismətimə. Müəllimlik mənim arzum, həyatım, şairlik ən uca duyğularımdır. Deyən şair təkcə müəllim olmayıb ki, ədəbiyyatşünas alim olub, ictimai-siyasi xadim olub, əməkdar incəsənət xadimi olub, yazıcı, şair, ən əsası da müəllimlərin müəllimi olub. Bu da Koreya səfirliyinin hədiyyəsidir. Kitabın adı Gülüstandır. İçərisində Gülüstan poeması var, İstiqlal poeması var, Atılmışlar poeması var, Mərziyə poeması var, Şəhidlər poeması var, bir də Təbrizai şeirlər. Bunlarda rəssam dostlarım hədiyyə edib, Bakı rəssamları. Amma onu Bəxtiyar müəllimin ilk təhsil aldığı bir nömrəli məktəb, ata yurdudur adı, rəsmin adı ata yurdudur. Tahir bəyin daş üstündə rəsmidir. Burada baxaq, bura Bəxtiyar babanın beşiyi olan otağı olur. Yəni ki, uşaq otağı olur. Uşaq burada yatıb, ailə də yaydı orada. Bu da Bakıdakı evindəki yazı masasıdır. Bakıdakı evindəki şkafıdır. Yazı masasının üstündə özünün şəxsi əşyalarıdır. Qələmi, eynəyi, Quran kitabı, yaylığı, möhürü, siqareti. Burada da özünün yazdığı kitablardır. Məhəmməd Füzuli Bəxtiyar müəllimin idealı olub, sevdiyi şair olub. Söhbətə Füzulidən başlayardı, Sabirdən qurtarardı. Səməd Vurğun da Bəxtiyar müəllimin müəllimi olub, ustadı olub, arxası olub, dayağı olub. Şeirləri həmişə çap elətdirən yüksək qəzetlərdə Səməd Vurğun olub elə. Babası Zəkəriyyə kişi. Burada da Bəxtiyar müəllimin 100 il qabaq yatdığı beşik, bu da beşik şeiri. Anası Gülzar ana, bacısı Firuzə xanım, qızı Gülzar, oğlu Azər, İspəndiyar, nəvəsi Bəxtiyar, Dilarə xanım, Bəxtiyar müəllimin xanımı olub. Bu da hədiyyə olan rəsmlərdir. Bu da Cənubi Azərbaycan köşəsidir. O da Azərbaycan bütöv xəritəsidir. Şəhriyar məktub yazanda belə yazmışdı Bəxtiyara. Qardaşların gözündən öp, Bəxtiyarın üzündən öp, Səmədin də sözündən öp. Mən də təkəm sizə qurban, tək canım hamınıza qurban. Bəxtiyar müəllim də buradan yazdı ki, Şəhriyara. Demə təkəm, de səttaram, de babəkəm. Şeirlərin dilimdədir, şəklin ustad kimi evimdədir. Bu Şəhriyarın şəklini də ayın biri günü İbrahim Mövsümov, mən rəssam dostum, mən 65 yaşım bitdi ayın biri günü. Dedi, sənə hədiyyə edib, dedim Şəhriyarı. O da mənə hədiyyə edib. Allah xeyirli uzun ömür versin. Bu da Bəxtiyar babanın mənə yazdığı məktublardandır. Belə laminatlaşdırıb qoymuşam. Məktubun axırında yazır ki, Allaha şükür ki, hələ
Sənin kimi yurduna, yuvasına bağlı olub, aza qani olanlar var. Bu da Bəxtiyar babanın 2007-ci ildə olan bir yerdə şəklimizdir. Mən ziyalılar evim var Qoxmuqda. 50 dənə bələdiyyə olub, 100 dənə adam gəlib ora. Birinci dəfə o günü Əli Heydər müəllim dedi ki, bizim bələdiyyə sədridir, cavan oğlandır, o da buranın dostudur, həmişə gəlir bura. Bura gəlir, qaziləri gətirir o kəndin, müharibə veteranlarını gətirir. Atası əskər də, özü də çox vətənpərvər, kəndini sevən insanlar. O gör mənə dedi, bir günü mən də kömək eləyim, o otağı təmizləyək. Bunu mənə heç kim deməmişdi. Elə bildim ki, oranı təmizləyib artıq. Elə bildim ki, oranı səliqəyə salıb, insanda nə qədər nur olar, gözəllik olar. Mən onu çox istəyirəm. Bu da 2005-ci ildə Bəxtiyar müəllimlə olan şəklimdir. Xahiş edirəm, mən salamımı çatdırasın. İnşallah, Mən inşallah. tezdən çıxıram, 12-də geyirəm, 10 kənddə də görmürəm. Çünki o 5 kəndin bələdiyyə sədridir. Hər kəndində 100 dənə problemi var, çətinliyi var. Mən onu çox istəyirəm, salamımı çatdırasın. Aleyküm salam. Burada Bəxtiyar Vahabzadə ailəsinin qonaq otağıdır. Qonaqlar burada qalırlar. Dəyişməzdir əqidəm, çox da dünya fırlanır. Bunu Bəxtiyar müəllimin qızı Gülzar xanımın tələbə yoldaşı Tinatin xanım gətirib. Onu da Gülzar xanım özü bir həftə dora vurduğumuz. Özü verib xərcini, mən gətirmişəm Bakıdan. Bunu da müəllimləri Tərəqqi platforması. Bu cuşə məncə gözəldir, üçü də qara rəngdə. İndi orada da bayraqlar ulasıdır. Bayraqlar belə şeyin üstündə çox mötəbər bir qaydada. Bunlar da ayın biri günü verilən fəxri fərmanlardır. Bunlar ötən il verilən fəxri fərmanlarımdır. Çünki bizim muzey Respublikada birinci yerdədir. Ötən il muzeyimizə 12.840 nəfər qonaq gəlib dünyanın 53 ölkəsindən. Bu da Bəxtiyar müəllimin sözlərinə mahnı bəstələyib Cavanşir qoyub. Yəni bütün yaradıcılığı var. Bəxtiyar müəllimin də sözlərindən olan mahnılar var. Bura yazıb da siyahiyə, asıl mahnılardır. Yazılıb hər kitabda olan. 10 cilddən ibarət yaradıcılığı olasıdır. Mehriban xanımı hazırlayır. 6 cildi də hazır olasıdır. O da Mingəçevir Dövlət Universitetinin hədiyyəsidir. Bəxtiyar müəllimin yaradıcılığı sənət dostlarıdır. Dünyanın 29 dilinə tərcümə olunub. Ən gözəl tərcümələr rus dilinə olub. Rus dilinə tərcümələri Yevgeni Yevtushenko, Rimma Kazakova, Siminov, Txaçevski, Kuşnir eləyib. Bütün bəstəkarlar Bəxtiyar müəllimin albomlarını düzəltdilər. Rumun bəstəkarı Raul Palidor da 3 albom buraxıb. Bəxtiyar müəllimin sözlərinə çoxlu mahnılar bəstələyib. Bəxtiyar müəllim Rumıniyanın ən ali orderini də alıb. Mingəçevir Universiteti muzeyimizin dostudur. Gedək bir dənə otağımız var, ona da baxaq. İctimai siyasi fəaliyyətidir. İctimai xadim olub da Bəxtiyar müəllim. Bəxtiyar müəllim həqiqətən Bəxtiyar şairi idi. Həm dövlət sevirdi, həm millət sevirdi. Elə şairlər var ki, onu yalnız dövlət sevir. Elə şairlər var ki, yalnız millət sevir. Amma Bəxtiyar müəllimi dövlət də sevdi, millət də sevdi, bütün yaş təbəqəsindən olan insanlar da sevdi. Heydər Əliyev də çox sevib Bəxtiyar müəllimi. Bir yerdə hələ Sovet dövründə Topçubaşovun qəbir ziyarətinə gediblər. Yəni o vaxtı Cümhuriyyət sözü deyə bilməzdi kim, amma Bəxtiyar müəllimin xahişi ilə Həsən Həsənov, Ziya Bünyadov gediblər, orada Topçubaşovun qəbir ziyarətini eləyiblər. Bu da Moskva səfəridir, bu Türkiyə səfəri, bu da Təbrizdən gələn Təbriz məktubudur. Bunlar da Türkiyədə Bəxtiyar Vahabzadənin adını olan liseylər, kolleclər, şüşələr, parklar. Bu da 100 illiyə görə çoxlu kitablar Türkiyədə buraxıblar. Onların hərəsindən də bir-bir gətirib bizə verirlər. Orden medalların finişkasıdır. Burada da Yazıçılar Birliyi, Azərbaycan SSR Yazıçılar Birliyi, millət vəkili kitabçaları, biri də buradadır. Ən çox sevdiyi orden İstiqlal ordenidir. Heydər Əliyev birinci dəfə İstiqlal ordenini Bəxtiyar müəllimə verib. İstiqlal ordenini sonra Xəlil Rəzotiş rəhmətə getmişdi xanımına verib, sonra da Məmməd Araza. Bu da Rumıniyanın komandor dərəcəli ləyaqət ordenidir. SSR Dövlət mükafatı, Azərbaycan SSR Dövlət mükafatı. Burada da fəxri fərmanları, qramotaları, Türkiyənin Önür ordeni, Süleyman Dəmirəllə xəstəxana görüşü, rəsmi görüş. Bu da
ordeni gətirib burada veriblər. Əl yazmalarından nümunələr. Alparslan Türkeşlə olan görüş. Türkiyədə rəsmi görüşlər. Burada da başsağlığı telegram var. Mehriban xanımın, bir də prezidentin. Bu da Türkiyədən gələn hədiyyədir. Hərdən düşünürəm özüm özümə. Hərdən düşünürəm özüm özümə. Neçə il yaşamaq istəyirəm mən? 100 il, 200 il, 300 il, 500 il, 1000 il, milyon il. Yox, yox, bəs deyil. Sonu olan ömrü istəmirəm mən. Çıxaydım zamanın çərçivəsindən deyən şair artıq ötən yüzilliklə zaman çərçivəsindən çıxdı. Xəqani babamız kimi, Nizami babamız kimi, Nəsimi, Füzuli kimi Bəxtiyar müəllim də əbədi yaşayacaq əsrlərdən əsrə. Nə qədər ki Azərbaycan xalqı var, nə qədər ki Türk xalqı var, nə qədər ki Azərbaycan ədəbiyyatı var, nə qədər ki Azərbaycan dili var, Bəxtiyar Vahabzadə poeziyası da yaşayacaq. Ürəkdədir sözün kökü, ayıra bil tükdən tükü. Çəkə bilsən məslək yükü, çox ağırdır, şərəfi var. İnsan göydə ay kimidir, görünməyən tərəfi var. Hər ömrün öz hədəfi var. Bəxtiyar Vahabzadə ömrünün hədəfi dil sevgisi, vətən sevgisi, millət sevgisi. Millətini azad, dövlətini azad, dilini azad, müstəqil görmək arzusuydu. Arzuların çoxsuna çatdı, bugün özü yoxdur, yoxluğunu yaşayır. Adam var, yaşayır, 90 yaşı var, heç nəvələri qapını açmır. Heç evinə qonaq da gəlmir. Amma Bəxtiyar Vahabzadə evi səhərdən axşama kimi gələn gedən qonaqlarla belə dolur, boşalır. Siz də çox xoş gəlmisiniz. Çox gözəl kəndiniz var. O körpüdən keçəndə xoşum gəlir o kəndin görüntüsündən. Gözəl də insanları var. Mən əminəm ki, bunlar da o kəndin adına layiq, şəkimizə layiq, respublikamıza layiq, gözəl vətəndaşlar olacaqdır. Müəllimlərinə də minnətdaram ki, bu uşaqları belə gözəl-gözəl tarixi yerlərə, tarixi şəxsiyyətinə, ev muzeyinə aparırlar, göstərirlər. Onlar gələcək həyatında mühüm əhəmiyyəti var bu gəzintilərin, bu görməyin, bu tanışlığın. Çünki tarixi şəxsiyyətlərin muzeyini ona görə yaradırlar ki, uşaqlar gəlib onun həyatını, ömür yolunu öyrənsinlər, gələcəkdə bir örnək olsun onlara. Çox xoş gəlmişsiniz. Mən telefon nömrəmi götürərsiniz, bura gələndə zəng eləyin, mən sizə süfrələr açım. Biraz həyəti səliqəyə salırdım, çünki bizdə bağban yoxdur. Özüm eləyirəm hər birini ki, bura gözəl olsun. Çünki Bəxtiyar müəllim çox gözəl insan idi, təpədən dırnağa səliqəli idi. O şəkini çox sevirdi, yuxarı başı çox sevirdi. 68-ci ildə yuxarı başa aid bir ata yurdu şeiri. Onu da əzbərləyim, uşaqlar yəqin ki, cəzası yerləri var, çox tutmayın. Mən də çəkim. O şeir çox poema kimi, belə böyük bir şeirdən də qiymətlidir mənə üçün. Çünki orada həsrət də var, vətən sevgisi də var. Çox maraqlı şeirdir. Şəkidə məhlə var, nə qədər desən. Şəkidə məhlə var, nə qədər desən, dünyaya göz açdım, yuxarı başda. Bir göz evimizdə nə desəm vardır, taxça aşağıda, buxarı başda. Çıxdı uşaqlığım mənim o yurtdan. Çıxdı ahıllığım mənim o yurtdan, amma uşaqlığım yuxarı başda. İndi mən həsrətəm o doğma yurda, odu ürəkdədir, buxarı başda deyən şair hələ o vaxtı 52-ci ildə öz dədə yurdunu bütün nəslin razılığı ilə qəlbini xalqına verən şair evini də xalqın evlatlarına vermişdi. Bura 2015-ci ilə qədər uşaq bağçası olmuşdu. 2015-ci ildə prezidentimiz sərəncam vermiş ki, bura muzey olsun. Dilarə xanımın xahişi ilə ikinci bir sərəncam verdi ki, muzeyin yaxınlığında 5 nəfərə aşağıda ev verilsin, o köhnə evlərin yerində də uşaq bağçası tikilsin. Bu da prezidentimizin Azərbaycan ədəbiyyatına, Azərbaycan poeziyasına, ən əsası Bəxtiyar şəxsiyyətinə olan qiyməti idi. Bağça da çox möhtəşəmdir, çox böyükdür, 80 yerlikdir, amma çox şəki evləri, interyerinə uyğun, memarlığına uyğun, möhtəşəm bir şahnişindir. Çıxanda baxarsın. Elmi bir konferans üçün Türkiyəyə gedir. Orada özünün xatirələrində belə danışır. Deyir ki, həmən vaxtı deyim, mən səhər o başdandan əzan səsinə oyandım.
Hansı ki həmən vaxtda Ramazan ayı idi. Bu əzan deyim, mən qan yaddaşımı oyatdı. Çünki mən uşaqlığımdan bunu öz minarələrimizdən eşitərdim. Əgər bir millət, müsəlman bir dövlətdə əzan oxunmursa, deməli deyir, ora bizim deyil. Ki, həmən vaxtlarda da Azərbaycan bizim deyil idi. Rusun hakimiyyəti altındaydıq, əzanlarımız susturulmuşdu, məscidlərimiz bağlanmışdı. Və xatirələrində deyir ki, mən bundan sonra yata bilmədim, belə bir şeir yazır. Allaha ucalan ulu bir yolun ilkin pilləsidir Allahu Əkbər. Haqqı dananların üzünə dəymiş, haqqın şilləsidir Allahu Əkbər. Zamana, məkana, dövrə o sultan, odur həqiqətə qapılar açan, möminlik yolunda qəlbə nur saçan, iman şöləsidir Allahu Əkbər. Dünyanın əzəli borcludur ona, o bir pəncərədir əvvəldən sona. Görünməz dünyanın var olduğuna, inan müjdəsidir Allahu Əkbər. Odur əyriliyə düzün həmləsi, rəhmin ilk nidası, axır cümləsi, Allahın səsidir vicdanın səsi, vicdanın səsidir Allahu Əkbər. Oğuz rayonundan. Maşallah. Maşallah. Bu dil bizim ruhumuz, eşkimiz, canımızdır. Bu dil bir-birimizlə əhd-i peymanımızdır. Bu dil tanıtmış bizə bu dünyada hər şeyi. Bu dil əcdadımızın bizə miras verdiyi qiymətli xəzinədir. Onu gözlərimiz tək qoruyub, gələcək nəsillərə biz də hədiyyə verək. Bizim uca dağların sonsuz əzəmətindən, yatağına sığmayan çayların iddətindən, bu torpaqdan, bu yerdən, elin bağrından qopan yanıqlı nəğmələrdən, güllərin rənglərindən, çiçəklərin iyindən, mil düzünün buğanın sonsuz əzəmətindən, ağsaçlı babaların əqlindən, kamalından, düşmən üstünə güman o qıratın nalından qopan səsdən yarandır. Sən xalqının aldığı ilk nəfəsdən yarandır. Ana dilim, səndədir xalqın əqli, hikməti. Ərəb oğlu Məcnunun dərdi səndə dil açmış. Ürəklərə yol açan Füzulinin sənəti. Ey dilim, qüdrətinlə dünyalara yol açmış. Ey öz dilində danışmağı ar bilən, fasonlu ədəbazlar. Qəlbinizə oxşamır, qoşmalar, telli sazlar. Qoy bunlar mənim olsun, ancaq vətən çörəyi sizlərə qənim olsun. Alqışlayar, bu alqışa layiq qiraəti. Uşaqlar, mən sizə deyəsi idim, müəllimlərinizə də çalışın muzeyə tez-tez gəlin, muzeylə əlaqələriniz olsun. Şeiri də gözəl demək lazımdır, o bir qiraətdir, o sizə həmişə lazımdır. Görsən Heydər Əliyev nə gözəl şeir deyirdi. Çünki cəmiyyətin, xalqın ürəyinə yol tapmaq şeirdən keçir, poeziyadan keçir. Rəcəb Tayyip Erdoğan da gələndə Bəxtiyar müəllimin şeirini deyir. Türkmənistana gedəndə Məxtumqulunun şeirini deyir. Özbəkistana gedəndə Uluq bəyin şeirini deyir. Poeziya özü bir diplomatiyadır. Milləti ayağa qalxızmaq üçün, onun qəlbinə yol atmaq üçün poeziya lazımdır. Gör nə gözəl poeziya nümunəsi təqdim elədilər. Çox sağ olun. İndi bunlar hamısı oturur. Müəllim siz də gəlin, siz də gəlin. Bizim kollektiv qoy şəklimiz olsun ki, muzeyin səhifəsində paylaşarıq.